Salamlar dəyərli izləyicilərimiz, bugün sizdən gələn suallara cavab verəcəyik. İlk sualımızı oxuyaq. Pasiyentimiz yazır. Küləyə çıxan kimi gözlərim yaşarır və yanır. Bu normaldırmı? Bəli, bu normaldır. Belə ki, küləyə çıxan zaman gözümüzün ön hissəsi, buynuz qışası qıcıqlanır və buna cavab olaraq sulanır. Bu, gözün kompensator, yəni qoruyucu mexanizmidir. Daha sonra digər pasiyentimiz yazır. Telefona 20-30 dəqiqə baxandan sonra gözüm batmağa başlayır. Bu artıq problemdir. Bəli, bu artıq problemdir. Bu adətən quru göz zamanı yarana bilir. Belə ki, gözlərimiz uzun müddət ekrana baxdıqda göz qırpılmalarımız azalır və gözün mayəsi azalır. Nəticədə bizdə yanma hissi, sulanma, batma hissi yaranır. Batma hissi gözdə yad cisim hissi kimi hiss olunur. Elə bil içində nəsə qalıb. Bunu aradan qaldırmaq mümkündür. Ekrana baxanda mütləq və mütləq fasilələr verin. Süni göz yaşı damlalarından istifadə edin və düzgün həyat tərzinə diqqət edin. Digər sualımız, səhər duranda gözlərim yapışqan olur, gün ərzində keçir, yenə də həkimə getməliyəm. Yenə də yox, ildə bir dəfə mütləq həkiminə getməlisiniz. Əgər gözünüzdə heç bir problem yoxdursa, probleminiz varsa 6 aydan bir getməlisiniz. Daha sonra duranda yapışqan olursa, deməli burada göz quruluğundan söhbət gedir. Belə ki, səhər duranda bütün gecə ərzində gözümüz qırpılmadığı üçün quruluğumuz artır. Mütləq həkimə getməliyik, xüsusi damlalardan istifadə etməliyik və yenə də həyat tərzimizə diqqət etməliyik. Və sonuncu sualımızı oxuyaq. Bir gözümlə baxanda yazılar daha bulanıq görünür, digər normaldır. Bu təhlükəlidirmi? Təhlükəli ola bilər, olmaya da bilər. Yəni bu göz həkimi tərəfindən müayinə zamanı müəyyən olunur. Belə ki, bir gözdə fərq olarsa, bu gözün daxilindəki billurun bulanması, göz daxili təzyiqin artması, hər hansı bir infeksion proseslər və s. ilə əlaqədar ola bilər və hətta gözlər arasında görmə fərqi də bu bir gözdə bulanıqlığa gətirib çıxara bilər. Təhlükəli olmasın deyə vaxtında diaqnoz qoyulub bu problemi aradan qaldırmaq lazımdır. Sonraki videolarımızda da suallarınızın cavablarını verəcəyik. O baxımdan suallarınızı bizə rəy bölməsində videomuzun altında yazın.